Müasir dövrdə ölkəmizdə istənilən markada, modeldə, kuzovda, yanacaq növündə avtomobillərə rast gəlmək olar. Ən bahalı yeni xarici avtomobillərdən ucuz sovet istehsalı maşınlara qədər. Bu videoda Azərbaycanda ən çox sürülən avtomobil markalarının top 10-luğunu təqdim edəcəyəm. Reytinq rəsmi statistik məlumatların əsasında tərtib olunub. Beləliklə başladıq. Onluqda ən sonuncu yeri Alman markası tutur. Volkswagen-i demək olar ki, hamı pisləsə də 10-cu yerdə qərarlaşıb. Ən çox sürülən modeli birmənalı olaraq Passatdır. Bu modelin istənilən buraxılış ilinə malik olan nümunəsinə rast gələ bilərik. Əksəriyyəti 2014-cü ilə qədər Almaniyadan və ya Amerika Birləşmiş Ştatlarından Gürcüstana, oradan da ölkəmizə gətirilən maşınlar təşkil edir. Passatdan sonra ən çox istifadə olunan Touareg, Golf və Jetta modellərinin çoxu da bu yolla ölkəmizə gəlib çıxmışdır. Lakin markanın rəsmi distribütoru da ölkəmizdə fəaliyyət göstərir və yeni avtomobilləri də alınır. Ölkədə Volkswagenlərin sayı 20 mindən çoxdur. Yapon avtomobillərindən Mitsubishi ilə giriş edirəm. Ölkədə Mitsubishi'nin daha çox yolsuzluq avtomobilləri sürülür. Bunlardan Pajero, Pajero Eo, L200, Airtrack, Outlander modellərini hamı tanıyır. Pajero və L200 gələ-götür yollarımızda dözümlü olmaqlarına görə artıq əfsanəyə çevriliblər. Markanın əksər nümunələri yeni olaraq avtosalondan alınsa da, xaricdən ikinci əl alınmışları da var. Pajero Eo, Airtrack bu tipli maşınlardır. Qiymətləri ucuz olsa da əsas problemləri sükan kolonkasının əvvəl sağda olması, sonradan sol tərəfə keçirilməsi ilə bağlıdır. El arasında perekitka kimi adlanır. İlk baxışdan problemsiz görünsə də zamanla baş ağrılar yarana bilir. Mitsubishi'nin az da olsa sedanları da sürülür. Mercedes-in bir nömrəli rəqibi BMW əhali arasında xərcli maşın kimi dəyərləndirilsə də, istifadəçiləri az deyil. Məncə bu markanın nümayəndələrini idarə edən zaman alınan hisslər o xərcləri kompensasiya edər. Bunun üçün gərək əsl BMW həvəskarı olasan. Ən çox sürülən 90-cı illərin 5-ci, 3-cü seriya və X5 modellərinin əksəriyyəti Gürcüstandan alınmış avtomobillərdir. Buna baxmayaraq əhalinin varlı təbəqələri arasında 0 kilometrlə salondan alınan maşınlar da çoxdur. Ölkədə BMW-lərin sayı 25 mini keçmişdir. BMW-dən fərqli olaraq Kia daha çox salondan təzə alınaraq sürülür. Qısa zaman ərzində ölkəmizdə geniş şəkildə yayılmışdır. Buna səbəb nisbətən ucuz və qənaətcil olmasıdır. Ölkəmizdə də normal reputasiyaya malikdir. Amma yenə də xaricdən işlənmiş halda alınan avtomobillərə də rast gəlinir. Elə onlardan biri və Kia'nın ən çox yayılmış modeli 1-ci nəsil Sorento'dur. Ən çox dizel motorları ilə sürülən Sorento'lar əhali arasında dözümlü maşın kimi yadda qalıb. Bundan başqa Sportage, Rio, Cerato, Optima modelləri də çox geniş yayılıb və onların əksəriyyəti artıq salondan yeni alınan maşınlardır. Kia'ların ölkə üzrə ümumi sayı 30 mindən çoxdur. Nissanın ölkəmizdə demək olar ki, istənilən kuzov tipli modelləri istifadə olunur. Daha çox sürülən modelləri X-Trail və Sunny modelləridir. X-Trail'in əksəriyyəti Yaponiyadan gətirilmiş və sükanı sağdan sola keçirilmiş maşınlardır. Qiyməti ucuz olduğundan kütləvi şəkildə alınır və istismar edilir. Sunny modeli isə el arasında artıq özünü doğruldub. Bu model dözümlülüyü və qənaətcilliyi ilə fərqlənir. Əhali də bunu yüksək dəyərləndirir. Nissanın bunlardan əlavə Teana, Maxima, Tiida, Pathfinder və digər modellər də sürülür. Nissanın ölkədə reputasiyası müsbətdir. Opel, Volkswagen kimi ölkədə Gürcüstandan maşın gətirmək partlayışı zamanı geniş yayılmağa başlamışdır. Əksəriyyəti 90-cı illərin istehsalı olan Opellərin birmənalı olaraq Astra və Vectra modelləri daha çox sürülür. Reputasiyaları eyni ilə Volkswagen-də olduğu kimidir. Heç kim bəyənmir, amma hamı sürür. Bu iki modeldən başqa elə həmin illərin Omega sedanı və Zafira miniveni daha çox sürülür. Yeni salonda olan Opellər Koreya markalarına nisbətən çox baha olduğundan yeni maşınlar o qədər də yayılmayıb. Ümumi sayı 42 mini keçmişdir. Dünyanın ən çox satılan avtomobil markası olan Toyota ölkəmizdə də geniş istifadə olunur. Digər markalardan fərqli olaraq Toyota'nın ən çox yolsuzluq maşınları sürülür. Elə ən geniş yayılmış modelləri Land Cruiser və Prado da məhz əsl yolsuzluq maşınlarıdır. Prado'nun son 2 nəsli daha çox yayılıb və o xərcsiz avtomobil kimi əhalinin ürəyində taxt qurub. Bunlardan başqa Camry, Corolla, RAV4 modelləri də çox sevilir. Rəsmi statistikaya görə Toyota'nın ölkəmizdə sayı 46 mindən çoxdur.
Hyundai son illərdə özünün dözümlü, komfortlu, qənaətcil avtomobilləri ilə çox yaxşı tanınmışdır. Ümumi sayı 61 mindən çox olan Hyundai'lar arasında həm yeni alınaraq sürülən, həm də xaricdən işlənmiş halda alınan maşınlar var. Ən çox sürülən modeli əlbəttə ki Sonata'dır. Sonata'nın 5-ci nəsli, yəni 2005-2010-cu illərdə buraxılanlar möhkəmliyinə görə əhali arasında çox sevilir və daşdöyən ləqəbinə haqlı olaraq sahib olub. Santa Fe modelini də bu qəbildən hesab etmək olar. Bu crossoverin xaricdən gətirilmiş variantları da var. Bu iki modeldən başqa Elantra, Accent, Tucson, AX35, Grandeur modelləri də böyük tələbatla işlədilir. Hyundai'nin reputasiyası ölkəmizdə çox yüksəkdir. Hamının çox sevdiyi Mercedes ikinci yerdə qərar tutub. Bunu təyin etmək o qədər də çətin deyildi. Gürcüstan partlayışı zamanı ölkəyə ən çox gətirilən avtomobillər Mercedes markasına malikdir. Ən çox sürülən maşınlar isə əlbəttə ki 90-cı illərin C və Y klass avtomobilləridir. Özü də W202 və W210 kuzovları. Məhz bu avtomobilləri əhaliyə sevdirən nə idi? Yüksək komfort, aşağı keyfiyyətli yollarımıza baxmayaraq ehtiyat hissələrinin dözümlülüyü, istənilən zövqdə və büdcədə motor və nisbətən aşağı qiymət. 2014-cü ildə çıxan qərarla bu tipli maşınların idxalı dayansa da, hələ də liderlik onlara məxsusdur. 190 Y klass, W124 S klass modelləri də çox sevilir. Ölkədə 200 mindən çox Mercedes var. Reytingdə Şərq və Qərb avto istehsalçıları növbələşsə də, birinci yer birmənalı olaraq sayı 400 mindən çox olan Sovet və Rusiya istehsalı Vaza məxsusdur. Vaz avtomobillərinin sadəliyi, qənaətcilliyi, öz qiymətinin və ehtiyat hissələrinin ucuz və tapılan olması onları ən çox sürülən maşın etmişdir. Mənfi cəhətləri əksəriyyətinin köhnəlmiş dizaynı, komfort və təhlükəsizlik səviyyəsinin aşağı olmasıdır. Amma yenə də bütün modelləri yüksək tələbatla istifadə olunur. Ən çox sürülənləri 2107, 2106, Niva, 2115 Samara, 21099 və Priora modelləridir. Ölkədə əhalinin sosial durumunun aşağı düşməsi çoxlarını xarici maşınlardan Ladalara keçməyə vadar etmişdir. Bununla əlaqədar elə onların qiymətləri də aşağı düşmür və rentabelli maşınlar hesab edilir. Niva və Priora xüsusən gənc nəsil arasında geniş yayılmışdır. Düşünürəm ki, Vaz modelləri uzun müddət hökmranlıqlarını saxlayacaqlar.